Selam. Bu kanalı ilk defa bu video vasıtasıyla izləyirsinizsə, mən Səbnəyəm və 6 yaşında Sara adlı bir kızım var. Bu kanalda uşaq kitabları haqqında danışır və oxuyuruq. Bir müddətdir yox idik, çünki Sara sentyabrdan məktəbə başladı və bizim intensif məktəb rejimi ilə videolar çəkib yerləşdirməyimiz çox mümkün olmadı. Amma təbii ki, bu müddətdə kitab oxumağa davam etdik. Ümumiyyətlə, keçən il, 2025-ci il biz 110 kitab oxuyub bitirmişik. Ümumilikdə isə oxuduğumuz kitabların sayımız 450-ni keçib. Ümid edirəm ki, yaxın günlərdə son oxuduğumuz 50 kitab haqqında bir video çəkəcəyik. Bugün isə biz sizə canavarlar haqqında kitablarımızı nümayiş etdirmək istəyirik. Kanalın daimi izləyiciləri bilirlər ki, biz Sara ilə oxuduğumuz kitabları müntəzəm olaraq bölüşürük və onların içərisində ənənəvi kitablar, yəni canavarları negativ obraz kimi qələmə verən kitablar da vardı və təəssüf ki, bu kitabların nəticəsində Sara canavarlardan qorxurdu, canavarları sevmirdi və biz orada xətaya yol verdiyimizi anlayıb canavarları müsbət qələmə verən canavarlar haqqında əslində nə qədər təbiətdə vacib olduqlarını, ekosistemdəki yerlərini vurğulayan kitabları toplayıb onunla bölüşməyə çalışdıq. Və qərar verdik ki, bugün o kitabları da sizinlə bölüşək. Onlardan birincisi, Üç Alman nəşriyyatının çap etdiyi Boz Canavarlar Olmasaydı kitabıdır. Yazıcı Susan Slade və Carol Schwartz'dır. Bu kitab çox maraqlıdır. Yəni, canavarların ekosistemdəki yerini vurğulayır. Çox gözəl, nəfis illüstrasiyaları var. Görə bilirsinizsə. Məsələn, buradan bir faktı oxuyaq. Boz canavarlar aid olduqları qida zəncirinin zirvəsində mühüm əhəmiyyətə malikdir. Boz canavarlar üçün digər heyvanlar təhlükəli deyil, lakin onları insanlardan qorumaq lazımdır. Bir zaman insanlar o qədər çox canavar öldürmüşdülər ki, meşələrdə demək olar ki, canavar qalmamışdı. Buna görə də Amerika Birləşmiş Ştatları hökuməti canavarları mühafizə haqqında qanun qəbul etdi və yalnız bundan sonra onların populyasiyası artmağa başladı. Azərbaycanda da canavarlar qorunur. Yəni, qırmızı kitaba düşməsələr də sayıları kifayət qədər azdır və onları qorumağa ehtiyac var. Birinci kitabımız. İkinci kitab, əminəm ki, hər kəsin çox yaxşı tanıdığı Rudyard Kiplingin Mauqli cəngəllik kitabıdır. Əslində, burada da xatırlayacaqsınız, Mauqli bir oğlan uşağıdır, meşədə tərk edilmiş vəziyyətdə bir canavar ailəsi tərəfindən tapılır və böyüdülür. Akela adlı bir canavar tərəfindən. Bu da çox gözəl, yəni canavarları çox müsbət obrazda təsvir edən kitablardan başlayacaqsa da hər kəsin də çox yaxşı tanıdığı. Bütün dillərdə demək olar ki, var, çox məşhur əsərdir. Hər dildə, yəni həm latin əlifbasıyla, Azərbaycanda həm kirli əlifbasıyla da tapmaq mümkündür. Bu da onun ingiliscə nəslis variantlarından biridir. Mən çox sevirəm, burada çox gözəl illüstrasiyalar var. Ümid edirəm, Sara böyüyəndə özü zövqlə oxuyacaq kitabları. Növbəti kitab da Üç Alman nəşriyyatı tərəfindən nəşr olunub. Qış Kölgəsi adlanır. Müəllif Richard Knight, illüstrator Richard Johnson'dır. Biz bu kitabı çox sevdik, çox bəyənərək oxuduq, bu yaxınlarda bitirmişik. Maria adlı bir qız meşədə rast gəldiyi canavar balasını donmaqdan xilas edib evə gətirir və dostları, qonşuları təbii narahat olurlar, onu dəli hesab etməyə başlayırlar. Amma günlər, aylar keçdikcə Maria ilə Kölgə bir-birinə daha çox bağlanırlar və kənddəkilərin də münasibəti dəyişməyə başlayır. Kölgə canavar balasının adıdır. Çox gözəl kitab. Növbəti kitab çox maraqlıdır və çox əyləncəli bir kitabdır. Hər kəs
üç donuz balası haqqında nağılı bilir. Canavarın hücum ettiği fərqli evlər samandan, taxtadan və kərpicdən ev tikən 3 donuz balası və onların evlərinə hücum edən canavar haqqında nağıl. Bu isə John Szyszka, yəqin ki, Polşalı yazıcıdır, indi düzgün tələffüz edirəm. Onun tərəfindən qələmə alınmış və canavarın gözündən. Əslində bu hekayəni hər kəsin yanlış bildiyini və canavarın bu hekayənin doğrusunu anlattığı bir kitabdır. Çox əyləncəli kitabdır. Tövsiyə edirəm. Rastınıza çıxsa oxuyarsınız. İngilis dilindədir. Burada əslində canavar deyir ki, nənəsinin ad günü üçün tort bişirməyə hazırlaşırmış və şəkəri bitirmiş. Ona görə də o donuzlar isə onun qonşuluğunda yaşayırmış və şəkər almaq üçün onların evinə yollanır və tamamilə təsadüf nəticəsində çox xəstə olduğu üçün, az qırdığı üçün zamandan tikilmiş ev uçur, sonra taxtadan tikilmiş evdə uçur və s. Belə bir əyləncəli, maraqlı bir kitabdır. Növbəti kitab bizim sevimli yazıcımızdır. Anastasiya Strokinanın Savini Volk əsəridir. Azərbaycan dilinə də tərcümə olunub, Bayquş canavar şəklində. Bizi Anastasiya Strokina ilə tanışdıran bir kitabdır. Burada əslində tam olaraq bildiyimiz bir canavar qəhrəman deyil. Yəni bu bir əslində xəyali bir qəhrəmandır, belə deyək, heyvandır. Burada da balaca bir qızın şimal qütbündə yaşayan, yəni tənha, özünü tənha hiss edən və bu heyvanla bir dostluq əlaqələri içərisində olan, onunla etdiyi biraz da fəlsəfi söhbətlər öz əksini tapır bu kitabda. Dediyim kimi, Azərbaycan dilinə tərcümə olmuş variantı da var, oxuya bilərsiniz. Çox zövq alacağınıza əminəm. Ümid edirəm ki, bu kitablar diqqətinizi çəkər və canavarları qorumaq üçün siz də öz güclərinizi səfərbər edərsiniz və ən azından onların ekosistemdəki yerləri digər canlılarla birlikdə onların da yaşamaq haqlarını qoruya bilərik hamımız birlikdə. Hələlik.